Axşam çağı anam WhatsAppda bir şəkil atdı. Mesaja daxil olub şəkli nəzərdən keçirdim və adi bir smartfonla çəkilmiş bu təbiət hadisəsinə həm heyran qaldım, həm də məəttəl. Deməli şəkildə buludlarla günəş şüalarının rəqsi görünürdü. Durub pəncərədən çölə boylandım. Eyni şeyi mən də müşahidə etdim və təkrar heyrətləndim. Maraqlı və möcüzəvi idi. Nəysə, işin vizual tərəfi qədər nəzəri tərəf də maraqlı idi. Çünki bu təbii rəsmin formalaşma mexanizmini bilmək istəyirdim. Elmi mənbələrə baxış keçirdim və aşağıdakı məlumatlara rast gəldim. 1. Sən demə bu cür atmosfer hadisəsi üçün əvvəla günəşin aşağı bucaq altında olması lazım imiş. Bu da ya şəfəq ya da qürub zamanına tuş gəlir. Çünki bu zaman günəş şüaları atmosferdə daha çox məsafə qət etməli olurlar. Digər tərəfdən qısa dalğalı işıqlar, mavi, bənövşəyi səpələnib itir. Əvəzində uzun dalğalı işıqlar, qırmızı, narıncı üstünlük təşkil edir. 2. Buludların hündürlüyü və növü əhəmiyyətli rol oynayır. Belə ki, ən təsirli rənglər orta və yüksək hündürlüklü buludlar olanda formalaşır. Məsələ burasındadır ki, bu tip buludlar günəşi tam örtmür və işığı filtrasiya edib səpir. Həmçinin, əgər buludlar çox alçaq olarsa, səma boz görünər. Buludlar çox qalın olarsa, rənglər itər. Deməli, doğru hündürlük və doğru qalınlıq şərtdir. 3. Atmosferin tərkibi də bu prosesdə rol oynayır. Bu amil çox gözə çarpmasa da əhəmiyyətli rol oynayır. Belə ki, havada toz, duman, dəniz duzu, sənaye hissəcikləri olduqda işığın təpilməsi güclənir. Qırmızı və narıncı tonlar daha doymuş görünür. Məsələn, yağışdan sonra, küləkdən sonra, tozlu hava kütləsi keçəndən sonra belə mənzərələr daha çox müşahidə olunur. 4. Hava cəbhələrinin toqquşması da bu cür hadisələrə səbəb olan faktorlardandır. Belə ki, tez-tez dəyişən hava sistemləri, xüsusilə soyuq cəbhə keçəndən sonra isti və soyuq hava qatları üst-üstə düşəndə atmosfer laylanır. Fərqli sıxlığa malik hava təbəqələri yaranır və buludlar teksturalı və dalğalı olur. Şəkildəki dalğavari buludlar buna örnəkdir. Son olaraq, niyə bu hadisələr qısa ömürlü və nadirdir? Çünki eyni anda günəşimiz düzgün bucaqda olmalı. Buludlar nə az, nə də çox olmalı. Atmosfer kifayət qədər çiqli olmalı, ancaq çox bulanıq olmamalı. Hava axınları stabil, amma hərəkətli olmalıdır. Yəni, sakit, ancaq hər hansı bir istiqamətə yönəlmiş. Xülasə, bu qədər şərtin eyni anda mövcud olması nadir haldır. Yekun olaraqsa elm bunu deyir. Bu hadisə nə fövqəli təbiidir, nə də təsadüfi bir şeydir. Çox incə balans tələb edən təbii hadisədir. Kiçik haşiyə, həmçinin bu cür hadisələr önəmli hava dəyişikliklərinin carçısı da ola bilər. Elmlə qalın, elmli qalın.